İnnes-salate tenha anil fahşai vel munkar. Həqiqətən namaz insanı fahiş və münkər işlərdən çəkindirir, uzaqlaşdırır. İnsan namaz qılır, amma fahiş, münkər işlərin içərisindədir. Deməli, ayədə keçən namazı qılmır. O namazında qəflətdədir. Namazında xuşusuzdur, ixlassızdır, riyakardır. Adət halınısa alıb namazı. Amma sən namazı xuşu halında, gözəl bir halda qılsan, bu səni pis və fahiş işlərdən çəkindirəcək. Namaz ağlı başında olan hər bir kəsə vacibdir. Gündə 5 dəfə Allah Azza və Cəllə namaz qılmağı və müəyyən vaxtlarda namaz qılmağı vacib edir. Peyğəmbər sallallahu aleyhi və səlləm Muaz bin Cəbəl radiyallahu anhunu Yəmənə göndərəndə dəvət üçün deyir ki, onları birinci la ilahə illallaha dəvət elə. Muhammedən Rasulullaha dəvət elə. Bunu qəbul etsələr, ondan sonra onları namaza dəvət elə. Gündə 5 vaxt. Sayına kimi deyir. Gündə 5 vaxt namaz müəyyən vaxtlarda. Əgər bunu da qəbul etsələr, onlara zəkatı əmr elə. Zənginlərdən alıb kasıblara verməyi. Bax, namaz dinin dirəyidir. Şəhadətdən sonra ikinci əsasdır. Namazı heç bir halda tərk etmək olmaz. Bacarırsan ayaq üstə. Bacarmırsan oturaraq. Onu da bacarmırsan uzanaraq. Sən namazı həyatından heç vaxt çıxara bilməzsən. Nə tər sıxıntın olur olsun, hansı çətinlik olur olsun, namazın vaxtını çıxarmaq olmaz. Namazın vaxtında qılınması digər bütün şərtlərdən üstündür. Dəstəmaz namazın şərtidir. İzalətün nəcəsə, nəcasətdən təmizlənmək namazın şərtidir. Qibləyə yönəlmək namazın şərtidir. Amma bunları edə bilmirsənsə, aciz qalmısansa, sıxıntıda qalmısansa, namazın da vaxtı çıxırsa, dəstəmazsız olsa belə sən namazını qılmalısan. Çünki namazın vaxtını heç bir halda çıxaramazsan. Bu qədər vacibdir namazın vaxtlarında qılınması. Belə olan halda sən namazı həyatından çıxara bilməzsən. Bu Allahın sənə vacib etdiyi, hər bir kəsə fərdi olaraq vacib olan bir ibadətdir. Həcci sən acizsən, sənin yerində kimsə eləyə bilər. Orucun kəffarəsi var. Başqa bir şeylə oruç tuta bilmirsənsə kəffarəsini verə bilərsən. Ümrəni sənin əvəzində kimsə eləyə bilər. Sədəqəni sənin əvəzində kimsə verə bilər. Amma namazı sənin əvəzində kimsə qıla bilər? Əsla. Namazı sənin yerində heç kim qıla bilməz. Mütləq sən namazı vaxtında yerinə yetirməlisən. Vaxtını çıxarmamalısan. Heç bir sıxıntı namazı təxirə salmağa sənə icazə vermir. Hətta savaş belə. Peyğəmbər sallallahu aleyhi və səlləm savaşda belə namazı tərk eləməyə icazə vermir. Savaşda belə namazın qılınma qaydaları var. Yataq xəstəsinin belə namazı qılma qaydası var. Adam yataq xəstəsidir. Əgər ağlı başındadırsa, namazı qılmalıdır. Tərk eləyə bilməz. Sən namazı heç vaxt çıxara bilməzsən. Quranı aradan heç vaxt çıxara bilməzsən. Quran oxumağı, Qurana əməl etmək. Quran, bütün sənin hidayətin Qurandadır. Bütün hidayətin. Səni haqqa yönəldən, səni batildən çəkindirən, sənə yaxşılığı əmr edib pislikdən çəkindirən, bütün sənə müjdələri və təhdidləri verən əmirlər, qadağalar hamısı Qurandadır başı. Sən Quranı həyatından heç vaxt çıxara bilməzsən. Ona görə bax, bugün bizim cəmiyyətin ən böyük problemlərindən biri namazdan uzaq düşməsidir. Biz insanları namaza öyrətməliyik, namaza dəvət etməliyik. Onsuz da bizim insanlar bu namazdan uzaqdır. Sən namaza qarşı səhlənkarlığa çağıra bilməzsən heç kimi. Namazı önəmsizləşdirə bilməzsən. Namaz şəhadətdən sonra, 2 şəhadətdən sonra ən mühüm ərkanıdır İslamın. İnsan şəhadətdən sonra etdiyi əməl namaz olmalı. Şəhadəti gətirdi, iman gətirdi, buyur namaz qıl. Allahın əmridir, İslamın ikinci şərtidir bu. Gör nə qədər mühümdür. Bizim insanlarımız isə namazdan uzaqdır. Qəlbin təmiz olsun, namaz qılmasan da olar deyib, insanları səhlənkarlığa yönəldə bilməzsən. Olduğunuz hal üzərində qalın elə. Sən əksinə insanları nə etməlisən? Namaza dəvət eləməlisən. Namaza gələn insanları namazı xuşulu bir şəkildə qılmalarını, vaxtında vaxtını çıxartmadan bütün ərkanlarını, vaciblərini, sünnələrini yerinə yetirərək gözəl bir şəkildə qılmağa dəvət etməlisən. Yoxsa bugün
Məsələn, namaza qarşı biz səhlənkarlıq görürük və namaza qarşı etinasızlıq görürük. Həm namaz qılanların içərisində, həm ümumi cəmiyyət içərisində. Sanki namaz da hər hansı bir sədəqə növlərindən biriymiş kimi, yaxşı əməl növlərindən biriymiş kimi. Etsən yaxşıdır, etməsən də problem yoxdur. Qəlbin təmiz olsun. Belə deyil. Belə deyil. Qəlbin təmiz olması elə namazla bilinir. Sən namaz qılmırsansa qəlbin necə təmizdir? Peyğəmbər sallallahu aleyhi və səlləmin keçmiş və gələcək günahlarını Allah azə və cəllə bağışlamışdı. Peyğəmbər sallallahu aleyhi və səlləm nəinki fərz namazlarını, hətta gecə səhərə kimi nafilə namazlar qılırdı. Ayşə anamız deyir ki, ey Allahın Rəsulu, sənin keçmiş və gələcək günahlarını Allah bağışladığı halda sən gecə səhərə kimi ayaqlarını şişənə qədər namaz qılırsan. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ey Ayşə, mən şükr edən qul olmayım. İnsanları biz namaza təşviq etməliyik. Namaza yönəltməliyik, namaza çağırmalıyıq. Namaz bütün ibadətlərin başıdır. Hamısından üstündür. Oruçdan da üstündür. Zəkatdan da üstündür. Həcdən də üstündür. Sədəqədən də üstündür. Həc İslamın ərkanıdır. Amma ömürdə bir dəfə vacibdir. Ömürdə. O da kimə vacibdir? İmkanı olana, buna qadir olana vacibdir. Ömürdə bir dəfə. Ramazan orucu. İldə bir ay vacibdir. O da kimə? Yenə qadir olana. Yenə qadir olana vacibdir. Məsələn, xəstədir, qocadır, yaşlıdır. Oruç tutmaya bilər. Əvəzən kəffarə verir və s. İldə bir ay. Zəkat zənginlərə aiddir. İldə bir dəfə. Bax, bunlar İslamın ərkanlarıdır, qardaşlar. Həc, zəkat, oruc, şəhadət. İnsan bir dəfə şəhadət gətirir, İslama daxil olur. Əşhədü ən la iləhə illallah və əşhədü ənə Muhammədən abduhu və rasuluhu. Şəhadəti gətirdi, İslama daxil oldu. Amma namaz, bəs namaz? Namaz gündə 5 dəfə. Gündə 5 dəfə vacib edilib. Gör nə qədər əzəmətli bir ərkandır, necə qədər əzəmətli bir ibadətdir. Və sənin əvəzvə bunu heç kim eləyə bilməz. Bunun heç bir kəffarəsi də yoxdur. Əvəzləyicisi də yoxdur. Bacarırsan ayaq üstə qıl, bacarmırsan oturaraq qıl, bacarmırsan uzanaraq qıl. Heç kim sənin əvəzvə namaz qıla bilməz. Və namaz sənin üzərindən heç bir halda götürülmür. Hansı hallarda götürülür? Həddi buluğa çatmamış uşaqsansa və ya ağlı başında olmayan dəlisənsə. Namaz səndən götürülür və ya yuxudasan, komadasan, Allah qorusun. Amma ağlın başında həddi buluğa çatmısansa, namaz sənə vacibdir, qardaş. Nə qədər? Neçə dəfə? Gündə 5 dəfə. Hərəsinin də öz vaxtı var. Həqiqətən namaz möminlərə müəyyən vaxtlarda vacib edilib. Allah Azza və Cəllə buyurur. Hərəsinin öz vaxtı var. Öz keyfiyyəti, öz forması var. Bunu sən səhlənkarlıq eləyə bilməzsən bunda. Və insanları sən buna çağırmalısan, namaza çağırmalısan. Peyğəmbər sallallahu aleyhi və səlləmin dəvətçilər göndərərkən şəhadətdən sonra çağırdığı ikinci məsələ namazdır. Deyir, get onları la iləhə illallah Muhammed Rasulullah'a çağır. Əgər bunu qəbul etsələr, onlara Allahın gündə 5 dəfə namaz qılmağı vacib etdiyini deyir, bildir, xəbər ver. Gündə 5 dəfə. İkinci. Əgər onu qəbul etsələr, sonra zəkatı, onu qəbul etsələr, sonra digər ərkanlar. Çünki bu insana ən vacib olan əməldir. Zənginə də, kasıba da. Xəstəyə də, müsafirə də. Hamısına vacibdir. Hamısına. Xəstəlik namazdan səni üzürlü etmir. Müsafir olmaq səni üzürlü etmir. Allah Azza və Cəllə bizləri namazı gerçək bir şəkildə, gözəl bir şəkildə yerinə yetirməyə müvəffəq eləsin. Amin. Allah Azza və Cəllə namazı bizlərin qəlbinin nuru eləsin. Amin. Gözünün nuru eləsin. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm Bilalı, ey Bilal, ərihnə bis-salah deyir. Ey Bilal, bizi namazla rahatlat. Yəni iqamə ver, namaz qılaq. Əzan ver, iqamə ver, namaz qılaq. Rahatlayaq. Peyğəmbər sallallahu əleyhi və səlləm bir çətinliyə, sıxıntıya düşən kimi namaza yönəlirdi. Namaza yönəlirdi. Namazda rahatlayırdı. Çünki orada Rəbbi ilə o nə edirdi? Əlaqə qururdu. Rəbbinə səcdə edirdi, rükü edirdi, Rəbbini tərifləyirdi, Rəbbinə təvəkkül edirdi. Biz də nə qədər bu şeydən pay götürsək, o qədər Allah Azza və Cəllə bizləri izzətləndirəcək.